Ahmedov Salam, Acqabı rayonu Çolan kəndi sakini. Şəhid atası. Prezidentə müraciəti. Cənab Prezident, bizim örüş yerimizi məmurlar zəbt eləyir. Uyğun ağacların kəsillər, burada məmurlar özləri için. Bir dənə imkansız ailəyə burada torpaq verilmir. Hamısı məmurlar zəbt eləyirlər. İndi də hansız məmursa sahəni götürüb, bizim örüş 700 təsərrüfatın örüş yerini zəbt eləmək istəyirlər. Sizdən müraciət xahiş edirəm, Cənab Prezident. Bizə köməklik eləyək. Görülən bu sahələr ki var, hamısı bunların bizim dədə-babadan 100 illərdən bəri əkilən heyvandarlıq üçün olan sahələr. Hansı ki, indi peyda olub bir neçə adam əmələ gəlib, onlar da ki, özləri üçün şəxsi əmlak kimi götürmək məqsədi ilə hektarın ildə 2000 manat alaraq bu adamlar hamısı məhsul əkirlər. Bilmirsən, qarpız əkirlər, badımcan əkirlər, pomidor əkirlər, cəmaatın otlaq sahəsini o yolla alıblar əllərinə. Ona görə də biz bura yığılmışıq ki, çəkiliş eləyək ki, bu əkilən sahələr ki var, bunlarda hamısı hörmətli prezident, hörmətli nazirlər, hörmətli deputatlar, Çolanın cəmaatının şikayəti ondan ibarətdir ki, Acqabı rayonunun Çolanın kəndinin cəmaatının şikayəti ondan ibarətdir ki, əhalisinin örüş sahəsi olan bizim yaşımız çatmayan ata-babalarımızın heyvandarlıqla məşğul olub örüş sahəsi əlindən alınmaq üzrədir. Özü də deyirlər ki, ətin qiyməti qalxır, ətin qiyməti qalxır. Bu sahələr iki hissədən ibarətdir. Bir hissəsi durduğumuz sahə 141 hektar, ikinci bir sahə bizdən sağ tərəfdə 250 hektar. 250 hektar torpaq sahəsi yetərincə zəbt olunub müəyyən adamlar tərəfindən. Hektarı 200 manata arendaya verir, meşə idarəsinə haqq verirlər, ildə 200 manatdan pulun yığıb arendaya bostan əkdirirlər. Qarpız əkdirirlər, badımcan əkdirirlər, nə əkdirirlər özləri bilər. Yaxşı, bu dövlətdə qanun bir dənədirsə, onlar fermalar saxlayır meşədə. Onlar mal ferması, qoyun ferması saxlayır. 400-500 təsərrüfat, hər